Meyvə satışı adı altında gizlənən narko tacirlər ifşa edildi. Polisdən əməliyyat. Lerikdə sitrus meyvələrinin satışı ilə məşğul olmaq adı ilə narkotik vasitə satanlar saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan reporta məlumat verilib. Bildirilib ki, keçirilən əməliyyat tədbirləri ilə əvvəllər məhkum olunmuş 40 yaşlı Elmir Daşdəmirov, 58 yaşlı Cavanşir Əkbərov və 68 yaşlı Məhərrəm Rəhimov saxlanılıblar. Onlardan xaricdə yaşayan narko tacir vasitəsilə əldə elədikləri 12 kiloqram narkotik vasitə və psixotrop maddə, o cümlədən 7 kiloqram heroin, 5 kiloqram metamfetamin, əlavə olaraq marihuana aşkarlanaraq götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslərin hər üçü barəsində həbs qəti imkan tədbiri seçilib, araşdırmalar aparılır.